Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Yanvar ayının 2-si həftənin cümə günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var. Onu nəzərinizə çatdırırıq. Sabah 20 dərəcə şaxta olacaq. Bundan bağlı News 365 az saytı Milli Hidrometeorologiya xidmətinə isnadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən bulutlu olacaq. Arabir tutulacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin ikisindən üçünə keçən gecə bəzi şəhər ətrafı ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti olacaq. Demək, Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti. Dağlarda gecə 17-12 şaxta, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq.